Qazaxda infrastruktur layihələrinin icrası davam etdirilir. Parklar yenidən qurulur, küçələr asfaltlanır. Abadlıq işləri rayon mərkəzi ilə yanaşı kəndləri də əhatə edir. Binaların fasadları təmir olunur, səkilər yenilənir. Həm rayon mərkəzinin, həm də Ağköynək kəndinin bir neçə küçəsinə yeni asfalt örtüyü döşənir. Küçəmiz bərbad vəziyyətdə idi. Düzdür, dəfələrlə asfalt örtüyü çəkilmişdi, amma asfalt örtüyü get-gedə yararsız hala düşmüşdü. Gediş-gəlişimiz çətin idi. Bugün həqiqətən yollarımızda abadlıq işləri gedir. Uşaqlar məktəbə gedib gələ bilmirdi, maşınlar çətinlik çəkirdi, özümüz çətinlik çəkirdi. Yeni asfaltların döşənməsi, yolların yaxşı çəkilməsi başlanıbdır. Heydər Əliyev prospektində isə müasir işıqlandırma sistemi quraşdırılıb. Şəhər ərazisində yerləşən 7 parkda 3000-dən çox gül kolları əkilib. Layihə əsasında park və xiyabanlarda dekorativ bağlar, yeni yaşıllıq zolaqları salınıb. Qərb bölgəsinin iqliminə uyğun ağaclar əkilib. Tez-tez parka gəlirik, nəvələrimizlə bu parkda əylənirlər, uşaqlar əylənirlər, təbiətin gözəlliyindən zövq alırlar. Abadlıq işləri mərhələli şəkildə rayonun digər ərazilərində də aparılacaq. Alməmməd Nəbiyev, Elmar Qasımov, Natiq Çıraqzadə, ASTV Xəbər.